Pirlərə getmək olar. Pirlər ibadət yerləridir, orada Allaha ibadət olunur. Məsələn, Mir Mövsüm ağanın ziyarətine Bəli, istənilən övliyanın məzarı. Evi olmayanlara ev nəsib etkinə, ya İmamsı. Evlad istəyənə evlad nəsib etkinə, ya İmamsı. Hüseyin, sənə and veririk Anon Zəhraya. Bir də bizim evlərə nəzər elə. Bir də mənim balama nəzər elə. Bir də bax, o yataqda yatan o xəstəyə nəzər elə. Hüseyin, bir dənə nəzər elə günahkar canımıza. Hüseyin, nəzər elə bizə. Ya Hazreti Əbülfəzl Abbas əleyhissalam, bizi razı salamın əməlini dəyərləndir. Bizə zülm edənə zülm et. Sənin məhkəməyə şikayət edirik. Ya Hazreti Əbülfəzl Abbas əleyhissalam, bu məhzun cavabı kömək ol. Rəbbiniz dedi, mənə dua edin, mən də sizə cavab verim. Həqiqətən mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər. Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yeryüzünün varisləri edən kimdir? Allah onların qoşduqları şəriklərdən ucadır. Onların çoxu ancaq şərik qoşaraq Allaha iman gətirir. De ki, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Allahdan başqa heç kəsə dua etməyin. Kafirlərin xoşuna gəlməsə də, dini məhz Allaha aid sayıb ona dua edin. Ey Rəbbimiz, sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Ey Rəbbim, məni də, nəslimdən olanları da namaz qılan et. Ey Rəbbimiz, duamı qəbul elə. Ey Rəbbimiz, haqq hesab günü məni, valideynlərimi və möminləri bağışla.